Unex Zaqatala filialının fəaliyyətinin 10 illiyinə həsr olunan rəqəmsallaşma dövründə regional universitet modeli mövzusunda beynəlxalq elmi praktiki konfrans keçirilib. Bildirilib ki, ötən 10 il ərzində filial müasir inzibati bina, auditoriyalar və laboratoriyalarla təmin olunub. Tələbələrin sayı ildən ilə artır. Diqqət çəkən məqamlardan biri də odur ki, bu ali təhsil müəssisəsini təkcə şimal-qərb bölgəsinin deyil, ölkənin müxtəlif rayonlarından, eləcə də Bakı şəhərindən abituriyentlər seçirlər. Vurğulanıb ki, rəqəmsallaşma istiqamətində həyata keçirilən tədbirlər dövlətin hərtərəfli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Rəqəmsal texnologiyaların tətbiqi sosial, iqtisadi və elmi inkişaf baxımından xüsusi əhəmiyyət daşıyır və regional universitetlərdə də bu istiqamətdə həyata keçirilən layihələr var. Regionda yerləşən universitetlər mərkəzdə yerləşən universitetlərdən fərqlənirlər. Əsas fərq ondan ibarətdir ki, region universitetlər daha çox yerli tələblərə cavab verən mütəxəssis hazırlığı ilə məşğul olmalıdırlar. Eyni zamanda regional universitetlər fundamental tədqiqatlar aparmaqda çox böyük potensiala və gücə də malik deyirlər. Düşünürük ki, regional universitetlər daha çox tətbiqi tədqiqatlara önəm verilməlidir.